Salam, değerli izleyiciler. İndi size 19 oktyabr 2025-ci il tarixində Dəyər Yayınları tərəfindən keçirilmiş 11-ci sinif buraxılış sınaq imtahanının riyaziyyat suallarının icazətini verəcəm. Kanala abunə olmağı, videoları bəyənməyi və şərh yazmağı unutmayın. Başlayaq ilk sualdan. 3018 və 3626 ədədlərinin hasilinin 9-a bölünməsindən alınan qalığı tapın. 9-a bölünməsindən alınan qalıq soruşur. Ədədin 9-a bölünməsi üçün ədədin rəqəmləri cəmi 9-a bölünməsi lazımdır. İndi bizdən soruşur 3018 vurulsun 3626. Yəni bu hasilin 9-a bölünməsindən alınan qalığı soruşur. İndi 3018 rəqəmləri cəmi baxıram. 1 ilə 8-in cəmi 9-dur. 9-a bölünəcək. 3 ilə 0-ın cəmi 3. Burada qalıq 3-dür. 6-nın 3-ün cəmi 9-a bölünür. 2-nin 6-nın cəmi 8. Burada qalıq isə 8-dir. Əməliyyat, yəni əməl vurma əməli olduğu üçün vuracağıq. 3 dəfə 8, 24. 24. İndi 24 də 9-a böləndə qalıq olacaq 2 plus 4, 6. Yəni doğru cavab olacaq D variantı. İkinci sualımız və sual belədir. A üstə gəl 1 bölü A bərabər 2 kökdə 3 olarsa A çıx 1 bölü A kvadrat ifadəsinin qiymətini tapın. İndi A çıxılsın 1 bölü A'nın kvadratı nəyə bərabərdir? Bu bərabərdir. Birincinin kvadratı çıxılsın hasilənin 2 misli, yəni 2 vurulsun A vurulsun 1 bölü A üstəgəl ikincinin kvadratı 1 bölü A kvadrat. Bu da bərabərdir. A kvadrat üstəgəl 1 bölü A kvadrat çıx 2. Bunu da belə yazıram. A kvadrat üstəgəl 1 bölü A kvadrat üstəgəl 2 çıx 4. İndi bu ifadə mənə verəcək A üstəgəl 1 bölü A'nın kvadratı çıxsın 4. A üstəgəl 1 bölü A'nı verib 2 kökdə 3. Onda yerinə yazsaq 2 kökdə 3-ün kvadratı çıx 4. 2 kökdə 3-ün kvadratı edir 4 vur 3 çıxsın 4. 12 çıx 4 nəticə olacaq 8. Yəni doğru cavabımız olacaq D variantı 8-ə bərabər. Üçüncü sualımız. Bir məktəbdə yalnız futbol, yalnız voleybol və bu oyunlardan hər ikisini oynayan şagirdlər var. Voleybol oynayanlar futbol oynayanların 3 mislidir. Hər iki oyunu oynayan 15 nəfər olarsa, voleybol oynayan ən azı neçə nəfər olar? Deməli, hər ikisini oynayan varsa, deməli bunların kəsişməsi var. Venn diaqramı vasitəsilə rahat tapa bilərik bunu. Deməli, voleybol, futbol. Hər iki oyunu oynayan 15 nəfərdir. Yəni, bura 15 deyirəm. İndi deyir ki, bizə, burada deyir ki, voleybol oynayanlar futbol oynayanların 3 mislidir. Futbol oynayanların sayına mən x desəm, voleybol oynayanların sayı olacaq 3x. İndi 15 nəfər kəsişmədə olduğu üçün yalnız futbol oynayanların sayı olacaq x çıx 15. Yalnız voleybol oynayanların sayı olacaq 3x çıx 15. İndi deyir ki, yalnız futbol, yalnız voleybol. Yəni bunlar da var. Bunlar varsa, deməli 3x çıx 15'imiz mütləq 0-dan böyük olmalıdır, yəni müsbət olmalıdır. Yəni say olaraq, yəni böyük bərabər belə deyim də, ən azı 1 olmalıdır da. X çıx 15 böyük bərabər 1. İndi buradan alınır x 3x'imiz böyük bərabər 16. Buradan alınır x'imiz böyük bərabər 16. Birinciden alınır x böyük bərabər 5'den 3'də 1. Burada ise x böyük bərabər 16. Hər ikisini ödəyən, bunların hər ikisini ödəyən ikinci bərabərlikdir. Yəni x'imiz böyük bərabər 16 olmalıdır. Ən az dediği üçün x'i götürəcəyi 16'ya bərabər. X'in yerine 16 yazsaq, burada x'in yerine 16 yazanda alınacaq 33. Burada ise 1 alınacaq. Deyir ki, voleybol oynayan ən az neçə nəfər olar? Voleybol oynayan ən az. Voleybol oynayan 33'dən 15'in cəmi olacaq 48. Yəni doğru cavabımız olacaq
Y variantı 48'e bərabər. Dördüncü sual. Şüa açıq bucağı fərqi 68 dərəcə olan iki bucağı ayırır. Kiçik bucağı tapın. Deməli, açıq bucaq bizə lazımdır. Açıq bucaq. Şüa bunu elə bil ki, 2 yerə bölür. 2 yerə bölür. Kiçik bucağı soruşulsun. Kiçik bucağa mən x deyəcəm. X. Böyük bucaq da olacaq. X plus 68 dərəcə. Çünki fərqləri 68 dərəcədir. Açıq bucaq 180 olduğu üçün x üstə gəl 68 dərəcə bərabərdir 180 dərəcəyə. 2x-imiz bərabərdir. 180-dən çıxmalıyıq 68 dərəcəni. 2x bərabərdir. 180-dən 68 çıxanda 112 dərəcə. X bərabərdir. 112-ni 2-yə böləndə 56 dərəcə. Yəni doğru cavabımız olacaq burada A variantı. 56 dərəcəyə bərabərdir. 5-ci sualımız. A-nı verir 1/8. B-ni də verir 1/80. C-ni də verir 1/0/8. Hansı münasibət doğrudur? İndi A-nı belə yazıram. A bərabərdir. 1, 8 gələcək sonsuz sayda. Məncə bu qədər bəs edəcək. B bərabərdir. 1/80 dövr 80. 80 yazsam bəs eləyir. C ilə bərabərdir 1/0/8 dövr edir. 8 dövr edir. Bura nəyə baxırıq? Bura görünür ki, ən kiçiyi C-dir. Onda birlərə baxanda ən kiçiyi C-dir. C ən kiçiyidir. Ən kiçiyi C. Bunu bildik. Yəni burada ən kiçik C olduğu üçün. Sonra indi A ilə B-ni müqayisə edə biləcəyik. Burada A ilə B-ni müqayisə edəndə baxırıq onda birlər eynidir. İndi baxacağıq yüzdə birlərə. A-da 8-dir, B-də 0-dır. Deməli A-da B-dən böyükdür. Deməli B ən böyüyü olacaq A. Deməli A B-dən böyükdür, o da C-dən böyükdür. Doğru cavab olacaq A variantı. 6-cı sual. Şəkildə AB D-yə paralel. Sonra AB BC perpendikulyar. CD'ye 132 dərəcədir. Bizdən BCD-ni soruşur. Nəyə bərabərdir? BCD. Burada nəyə baxıram? Mən C nöqtəsindən AB-yə bir paralel xətt çəksəm, AB-yə paralel çəkdim. Demək, burada 90-dırsa, burada olacaq 90 dərəcə. Burada 90. İndi bu bucaqla, buradakı bucaq daxili bir tərəfli bucaqlardır. Bura mən x desəm, yəni daxili bir tərəfli bucaqların cəmi 180-dir. X üstə gəlir 132 dərəcə və 180 dərəcəyə. X bərabər olacaq 48 dərəcə. X tərəfdə 48 dərəcə. Bizdən BCD soruşduğu üçün bucaq BCD bərabərdir 90 dərəcə ilə 48-in cəmi. Bu olacaq 138 dərəcə. Yəni doğru cavabımız olacaq D variantı 138 dərəcəyə bərabər. 67-ci sual. Deyir ki, A, B, C-nin işarələrini təyin edin. İndi baxırıq. Əvvəlcə bizə verib A üstü 8, vurulsun B üstü 7. Verir müsbət. Mən A-nı bilmirəm. Amma A üstü 8-in nəticəsini bilirəm. A nə olursa olsun, A üstü 8 qüvvət cüt olduğu üçün nəticə müsbətdir. Deməli, B üstü 7 də müsbət olmalıdır. B-nin qüvvəti tək olduğu üçün, nəticənin müsbət olduğu üçün B-nin özü olmalıdır. Mütləq müsbət. B-nin özü. Deməli, B-ni tapdıq, B müsbətdir. İndi keçək növbətçisi. Növbətçi bizə verib ikincisində B üstü 4, C üstü 9 verir müsbət. B müsbətdir. Nəticəsi onsuz da müsbət olacaq. İstənilən qüvvətdə müsbət olacaq. Hasili müsbət olması üçün C üstü 9 olmalıdır müsbət. C üstü 9. C-nin qüvvəti təkdir axı. C-nin özü. C-nin özü olmalıdır müsbət. Deməli C müsbət. İndi keçək növbəti sonuncusuna. A üstü 9 vurulsun C üstü 4 verir mənfi. C müsbətdir. C üstü 4 də müsbət olacaq. Yəni müsbətin istənilən qüvvəti müsbətdir. Bu müsbət. Deməli A üstü 9 mənfi olmalıdır ki, nəticə mənfi olsun. A üstü 9-un mənfi olması üçün A-nın özü nə olmalıdır?
A'nın özü olmalıdır mənfi. Deməli A mənfi. Deməli mənfi müsbət müsbət olacaq. Mənfi müsbət müsbət. Doğru cavab olacaq A variantı. 68-ci sual. Xarici bucaqları 5, 8, 11 nisbətində olan üçbucağın ən kiçik daxili bucağını tapın. Ən kiçik daxili bucaq, ümumiyyətlə, daxili bucaqla xarici bucaq qonşu bucaqlar olduqları üçün cəmləri 180-dir də. Ən kiçik daxili bucaq ən böyük xarici bucağa qonşu olan bucaqdır. İndi xarici bucaqları verib 5K, 8K, bir də 11K. Bunların cəmidir 24K. 24K bərabərdir. Xarici bucaqların cəmi 360-dır. Burada K bərabər çıxacaq. Səhv eləmirəmsə, deməli 15 çıxır. K 15. K 15 isə ən böyük xarici bucaq 11K-dır. 11-i 15-ə vursaq, olacaq 165 dərəcə. İndi ən kiçik daxili bucaq ən böyük xarici bucağa qonşu bucaqdır. 180 dərəcədən də çıxmalıyam. 165 dərəcəni olacaq 15 dərəcə. Yəni doğru cavabımız burada 15 dərəcəyə bərabərdir. Yəni B variantı. 9-cu sual. Çox həllisinin vurgulardan biri yaşadıklar hansıdır? Burada nə edəcəyik? A kubla 1-i qruplaşdıracağam. A kub plus 1 üstəgəl 2A kvadratı ilə də 2-ni qruplaşdıracağam. 2A'nı daha doğrusu. İndi A kub plus 1'i yazırıq bu şəkildə. A plus 1 vurulsun. A kvadrat çıx A plus 1. Üstəgəl 2A'nı çıxarsaq mütərizə xaricinə. A plus 1. İndi baxırıq ki, burada A plus 1 ortaqdır. A plus 1'i çıxarsaq mütərizə xaricinə. Birincidə qalır A kvadrat çıx A plus 1. Üstəgəl ikincidə qalır 2A. Bu da bərabərdir. A plus 1 vurulsun. A kvadrat plus A plus 1. Baxın, A kvadrat plus A plus 1. Deməli, doğru cavabımız olacaq Y variantı. Vurulan biridir hansıdır? Y variantı. A kvadrat plus A plus 1. A plus 1 variantlarda yoxdur. Ona görə cavab Y variantı. 10-cu sual. Deməli, A çıx B fərqinin element sayısı 13, B çıx A fərqinin element sayısı 12, birləşmə element sayısı 35-dir, kəsişmə element sayısını soruşur. Yəni, Venn diaqramla yazacaq bunu. Deməli, A çoxluğu, B çoxluğu. Baxırıq, A ilə B-nin fərqinin element sayısı 13, bura 13, B çıx A fərqi element sayısı 12, kəsişmə X deyəcəm. Birləşmə 35 olduğu üçün, mən yazacağım 13 üstəgəl X, üstəgəl 12. Bərabər nəyə? 35. 13, 12. 25 üstəgəl X. Bərabər 35-ə. X bərabərdir. 35-dən 25 çıxanda X olacaq 10. Deməli, kəsişmədə 10 dənə element var. Bu da bunun cavabı. Yetmiş birinci sual. Bir-birini döndürən iki dişli çarxın cəmi 24 dişi var. Birinci çarx 3 dəfə dönəndə ikinci çarx 5 dəfə dönür. Kiçik çarxın neçə dişi var? Deməli, burada nəyə fikir etmək lazımdır? Dişlərin sayı ilə dönmə sayları tərs münasibdir. İndi diş sayı onda deyirəm, diş sayı yazıram. İndi dönmə sayı 3-5 nisbətindədirsə, demək diş sayısı olacaq 3/1, 5/1 nisbətində. Bu şəkildə. 100-dən 5-in əkəbi 15-dir. 15-ə vurub bunu çevirəcəm düz mütənasibə. Yəni 5, 100 nisbətində. Deməli, birincidə 5K diş var. Burada isə 3K qədər diş var. Yazırıq o zaman 5K üstəlik 3K bərabər neçə? 24. 8K bərabər 24-ə. K alınır 3. K-nı tapdıq 3. Kiçik çarxın neçə dişi var? Kiçik çarx, yəni diş sayısı az olan deməkdir. Diş sayısı az olanda 3K olduğu üçün 3 dəfə 3 nəticə olacaq 9. Yəni doğru cavabımız burada C variantı 9-a bərabərdir.
12-ci sualımız. İfadəsinin qiymətini hesablayın. Əvvəlcə kəsin sürətini, sonra məxrəcini hesablayacağım, sonra ikisini böləcəm bir-birinə və nəticənin üzərinə 1 gələcəm. 1 plus 2 tam 3'də 1 bizə verir 3 tam 3'də 1'i. 3 tam 3'də 1. Bu da olacaq 3'də 10. İndi 2 çıxılsın 3 tam 3'də 1. 3 tam 3'də 1. Deməli 2 çıxılsın 3 tam 3'də 1 yazıram 3'də 10. Bu da bərabərdir. 2'ni yazıram 3'də 6. Çıx 3'də 10. Bu da bərabər olacaq 3'də -4. İndi isə 3'də 10'u bölməliyəm -3'də 4'ə. Bu da bərabərdir. 3'də 10 vurulsun -4'də 3. İndi burada 3'lər getdi ixtisar və nəticədə alınır -10 bölü 4. Bunu da hesabladıq. İndi isə 1'in üzərinə gəlməliyəm. -10 bölü 4'ü. 1'i yazıram 4'də 4. Çıxılsın 4'də 10. Bu da olacaq 4'də -6. Bu da 2 ixtisar olunsa -2'də 3 olacaq. Yəni doğru cavabımız C variantı -2 3'ə bərabərdir. 13-cü sual. Tərəflərin uzunları 6, 10 və 12 olan üçbucağın böyük tərəfə çəkilmiş medianın uzunluğunu tapın. Böyük tərəfə çəkilmiş median soruşur. Deməli 6, 10, 12. Deməli 12'yə çəkilmiş medianı soruşur. Median. Onda yazırıq median bərabərdir. 2'də 1 kök altında. Medianın düsturu. 2 vurulsun 10'un kvadratı. Üstə gəl. 2 vur 6'nın kvadratı. Çıxılsın 12'ye çəkilib çıxılsın 12'nin kvadratı. M bərabərdir. 2'də 1 kök altında. 2 vurulsun 100. 2 vur 36. Çıx 144. M bərabərdir. 2'də 1 kök altında. 200. Üstə gəl 72. Çıx 144. Bu da bərabərdir 2'də 1 kök altında. Deməli 72 çıx 144 -72. 200 üzərində -72 gələndə 128 olacaq. 128. Bu da bərabərdir 128. 2'də 1 kök altında. 128 yazıram 64 vurulsun 2. 64'dən kök çıxır 8. 2'də 1 vur 8 kökdə 2. 8'dən 2 ixtisar gələcək. Nəticə qalacaq 4 kökdə 2. Yəni doğru cavabımız burada 4 kökdə 2'yə bərabərdir. 14-cü sual. 0,4 ədədinin neçə faizi 0,8'ə bərabərdir? Yəni 0,4'ün deyir neçə faizi bərabərdir 0,8'ə. İndi hər tərəfi 100'ə vursam 0,4x bərabər olacaq 8'ə. Hər tərəfi 100'ə vuranda. Hər tərəfi 10'a vursam 4x bərabərdir 80'ə. X də bərabərdir 84'ə bölsə 20. Deməli cavab burada 20 faizdir. 20 faizi 0,8'ə bərabərdir. 75, yəni 15-ci sual. Təzə üzümün kütləsinin 30% qədər quru üzüm alınır. Təzə üzümün kütləsinin 30% qədər. Deməli, neçə kilogram təzə üzüm lazımdır deyir. Təzə üzümün kütləsinə x desəm, x-in 30%, yəni 10'da 3'ü quru üzümdür. Quru üzümü də verir 24, bərabər 24'ə. Hər tərəfi 10'a vursam, x vur 3 bərabərdir, 24 vurulsun 10 alınır. Burada 24 tane 3 ixtisar gedir. Burada 1, burada 8 və nəticə alınır. X bərabər olacaq 80. Deməli doğru cavabımız burada 80'ə bərabərdir. 16-cı sual. X, Y, Z 3 rəqəmli ədəd bərabər Z, Y, X 3 rəqəmli ədəd. Üstəlik 495 olarsa X, Z fərqini tapın. İndi baxaq. Təşkil onluq yüzlük. 100x 10y üstə gəl z bərabərdir 100z 100z üstə gəl 10y üstə gəl x.
Üstəlik 495. 10 illər islah olunur. Şimdi 100x'den x çıxanda 99x, z'den de 100z çıxanda mənfi 99z. Bərabər 495. Hər birini 99'a bölsəm, x çıx z bərabər olacaq 5. Yəni x çıx z 5 olacaq. 99'a böləndə. X çıx z fərqini soruşduğu üçün cavabımız burada 5'e bərabərdir. 17. sual. 12 ədədin ədədi ortası 24 olarsa, bu ədədlərin cəmini tapın. Cəmi tapmaq üçün ədədi ortanı vurmaq lazımdır sayı. Bu da bərabərdir edir 288. Yəni bu 12 vur 2 deməkdir. 12'ni 12'ye vuranda 144, 10'da 2'ye vuranda 288 olacaq. Doğru cavab 288. %78, yəni 18-ci sual. Çoxhəllisin sərbəst həddi 216 olarsa, A-nın qiymətini tapın. Çoxhəllinin sərbəst həddini tapmaq üçün dəyişənin yerinə 0 yazmaq lazımdır. 0. X-in yerinə 0 yazsaq, alınacaq 1 üstü 4 vurulsun 2 vur 0 üstəlik A-nın kubu. Bərabər 216. 1 vur A kub bərabər 216'ya. A kub bərabər 216. A da bərabərdir 6. Yəni doğru cavab burada 6'ya bərabərdir. 19-cu sual. A ədədi 3'ə bölündükdə natanal qismətdə B qalıq isə 1'dir. Deməli A-nı 3'ə bölürəm. Natanal qismətdə B qalıq isə nədir? 1'dir. B-ni də C-yə böldükdə natanal qismət 2 qalıq isə 4'dür. İndi A-nın 6'ya bölünməsindən qalığı soruşur. Baxaq. A bərabərdir 3B plus 1. B də bərabərdir 2C plus 4. B-nin qiymətini gətirib burada yenə yazsam. A bərabər olacaq 3 vurulsun 2C plus 4 plus 1. A bərabərdir 6C üstə gəl 12 plus 1. İndi baxırıq. 6C 6'ya bölünür. 12 də 6'ya bölünür. 1 6'ya bölünmür. Deməli A-nın 6'ya bölünməsindən qalıq olacaq 1. Çünki A-nı belə yaza bilərəm də. A bərabərdir 6 vurulsun C üstə gəl 2 plus 1. Deməli A-nın 6'ya bölünməsinin natanal qismət C plus 2'dir. Qalıq isə 1'dir. Yəni doğru cavab burada 1'ə bərabərdir. Qalıq soruşduğu üçün cavab 1'dir. 80-ci sual, yəni 20-ci sual. Daxili bucaqların nisbəti 9, 13, 14 olan üç bucağın kiçik tərəfinin uzunluğu 12 sm olarsa, onun xaricdən çəkilmiş çilənin uzunluğu radiusunu tapın. Deməli 9K-dır, digəri 13K-dır və sonuncusu da 14K-dır. Daxili bucaqların cəmi 180-dir üç bucağın. Bunları toplasaq 36K bərabər 180 dərəcəyə. K da bərabərdir nəyə? 5 dərəcə. Deməli, biri 45 dərəcədir, biri 65 dərəcədir, biri də olacaq 70 dərəcə. Deməli, kiçik tərəfin uzunluğu. Kiçik tərəfin uzunluğu kiçik bucağın qarşısıdır. Biz bilirik ki, A-nın sinus alfaya nisbəti bərabərdir 2R. 2R. A-nı verib 12. 12. Bucaq da tapmışıq 45 dərəcə. Bölünsün sinus 45 dərəcəyə. Bərabərdir 2R. 12'dən 2 ixtisar gələcək. 6'nın sinus 45'ə nisbəti. Sinus 45'ə yazıram 1 bölü kökdə 2. Bərabərdir R. Burada R bərabər olacaq 6 kökdə 2. Deməli, xaricdə çəkilən çilənin radiusu olacaq 6 kökdə 2. Birinci sual. 196 ədədinin 7'də 3 hissəsi 175 ədədinin neçə faiz azdır? 196'nın 7'də 3 hissəsini tapaq. 7'də 3 hissəsi bərabərdir. Deməli, 196'nın 7'də 3 hissəsi 28 vur 3 olacaq. 28 vur 3. Ümid edirəm ki, hesabına səhv eləmədim. Bunu bölüm. Sonra səhv olacaq, biabırçılıq olmasın da, səhv getməsin.
Deməli 196 böl 3 bölünsün 7. 28 bəli. 28'dir. Və olur bu 84. İndi bizə deyir ki 84 ədədi 175 ədədindən neçə faiz azdır? Neçə faiz? Yəni 175'dən 175'in neçə faizini çıxsam 84 olacaq. İndi buradan 175 deməli 91'dir də. 91. 91 elə ki 175 ilə 84'ün fərqi 91'dir. 91 vaid azdır da. Mən tapmalıyım bu 91 vaid 175'in neçə faizidir. 91'i bölməliyəm 175'ə. Ki bu nəyə ixtisar olunacaq? 13'ə ixtisar olunur mu? Deməli 13'ə ixtisar olmadı. 175. 7'ye ixtisar olunur. 7'ye. 7'ye ixtisar olunur. Bəli. Sürətli məxrəci də 7'ye ixtisar eləsəm 7'ye. 7'ye ixtisar olunanda burada 13'tür. Burada isə 25'dir. 7'ye ixtisar olunanda 25. 25'də 13 hissəsi bunu da faizə çevirsək 25'də 13 vurulsun 100 faiz. Bu da bərabər olacaq 52 faiz. Yəni doğru cavab burada olacaq 52 faiz. Deməli 52 faiz azdır. Səksən ikinci sual, yəni 22-ci sual. Satıcı məhsulun 15 faiz zərərlə satmaqla 9 manat zərər etmişdir. Baxın 15 faiz zərərlə satıb və 9 manat zərərdir. Yəni 15 faiz ilə 9 deməkdir. Bu satıcı eyni məhsulu 81 manata satsaydı neçə faiz gəlir əldə edərdi? Baxın. Məhsulun qiyməti deyirəm X. Bu X-in 15 faizi zərərdir. Onu da bizə verib 9. Buranın X vur 15 bərabər 900'ə. 915'ə bölsək 60. Deməli, alış qiyməti 60'dır və 81'ə satıb. Nə qədər fərq var? 81'dən 60 çıxanda 21. Mən tapmalıyam bu 21 60'ın neçə faizidir? 21'i 60'a bölüb vurmalıyam 100 faizə. Burada ixtisar olunur 3'ə. 7, burada 20. 20 ilə də 100 ixtisar olunacaq burada. Burada 1, burada 5 və 35 faiz eləyir. Yəni doğru cavab burada 35 faiz. Deməli 81 manata satsaydım 35 faiz gəlir əldə edəcəkdi. 23-cü sual və sualımız belədir. ABC düzbucaqlı üçbucağında bucaq B 90 dərəcə və AD parçası BAC-nin tən bölənidir. AB 8, AC 17 olarsa BD parçasının uzunluğunu tapın. Deməli tən böləni olduğu üçün tən bölənin xassəsini yazıram. AB-nin AC-yə nisbəti bərabərdir BD-nin AC-yə nisbəti. BD-nin CD-yə nisbəti daha doğrusu. Tən bölənin xassəsi. Yəni 8-in 17-yə nisbəti bərabərdir BD-nin CD-yə nisbəti. Deməli burası 8K-dır. Burada 17K-dır. Biz bilirik ki burada bu düzbucaqlı üçbucaqda Pifaqor teoremini tətbiq etsək, katetlərin kvadratları cəmi AB-nin kvadratı üstə gəlib BC-nin kvadratı bərabərdir hipotenuzun kvadratına. Yəni 8-in kvadratı üstə gəlib BC-nin kvadratı bərabərdir 17-nin kvadratı. BC-nin kvadratı bərabərdir 225, daha doğrusu 289 çıx 64, bu da 225. BC də olacaq 15. BC 15'dir. Baxırıq ki 8K ilə 17K-nın cəmi 15 tapdıq. 25K bərabərdir 15'ə. K bərabərdir 15'in 25'ə nisbəti. Yəni 5'ə ixtisar K olacaq 5'də 3. K-nı tapdıq 5'də 3. Bizdən də soruşur BD parçasının uzunluğu. BD parçası 8K-dır. 8'i də 5'də 3'ə vursaq olacaq 5'də 24. Bu olacaq 4,8. Yəni doğru cavabımız burada bərabərdir 4,8'ə. 4,8. 84-cü sual.
X y-dən kiçik və o da 0-dan kiçik olarsa deyir, ifadəsini sağlaşdırın deyir. İndi burada nəyə baxır? X-imiz y-dən kiçikdir. Deməli, X y-dən kiçik olduğu üçün X y fərqi mənfidir. X mənfi olduğu üçün burada mod X də mənfidir. Deməli, buradan çıxacaq, y dəyişib çıxmalı ki, müsbət olsun. Y çıx X. Çıxılsın, buradan da çıxacaq mənfi X. Yəni, bu olacaq nə? Bu olacaq burada. Üzr istəyirəm, burada mənfi 2x diyor da. Mənfi 2x olacaq, əmsal da var idi. Bu olacaq y çıx x plus 2x. Yəni, olacaq y plus x. Sürət y plus x-dir. İndi sürətdə yenə yazırıq y plus x. Məxrəc də olacaq eyni şəkildə y plus x 2y çıx x. 2y çıx x olacaq. Bu da məxrəc. 2y çıx x və doğrudur. Heç bir problem yoxdur. Vurub atsaq 2y kvadrat üstəlik x y çıx x qatı verəcək. Bunlar ixtisar gələcək və nəticədə qalır 1 bölünsün 2y çıx x. Yəni doğru cavabımız budur. 1 bölünsün 2y çıx x. Və nəhayət gəlib çatdıq sonuncu 85, yəni 25-ci suala. Uyğun tərəfləri perpendikular olan bucaqlardan birinin 15%, digərinin 60%-nə bərabərdir. Bu bucaqların perpendikular olmayan tərəfləri arasındakı iki bucağını tapın. Baxın, birinin 15%, digərinin 60%-nə bərabərdirsə, deməli bu müxtəlif hallıdır. Eyni hallı deyirlər bunlar. Müxtəlif hallıdırsa şəkilləri çəkəcəm. Baxın, şəkil bu şəkildə olacaq. Deməli, bura A1, bura B1 deyirəm. Bu A2, bu da B2. Deməli, A1 ilə A2 perpendikulardır, B1 ilə də B2 perpendikulardır. Bu bucaq, bu bucaq. Deməli, birinin 15%, digərinin 60%-nə bərabərdir. Yəni, mən birinə alfa desəm, digərinə beta desəm, betanın 60%-i bərabərdir alfanın 15%-nə. Bunlar ixtisar gələcək. Buradan da çıxacaq ki, alfa bərabər nəyə? 4 betaya. Alfa 4 betaya bərabər. Deməli, burada 4 beta olacaq. Bunların da cəmi 180-dir. Beta plus 4 beta bərabərdir 180-ə. 5 beta bərabərdir 180-ə. Beta alınır 36 dərəcə. Betanın tapı 36 dərəcə. İndi bizdən soruşur ki, bunların uyğun, yəni bunların perpendikular olmayan tərəfləri arasındakı iki bucağı soruşur. Baxaq nəyə? Baxın, A1 ilə B2 perpendikular deyil. A1 ilə B2. Ona görə mən bunu uzatsam, bu şəkildə uzatsam. Bunu da belə uzatsam. Bizdən nə ki, bu bucağı soruşur. Bu bucaq. Alfa 4 betadır və betanın tapışıq 36 dərəcə. Deməli, bura olacaq 144 dərəcə. Yəni 4 beta olursa 144 dərəcə. Mən burada deyirəm x. İndi burada 3 bucaq alınıb. Düz bucaqla 3 bucaq. 2 daxili bucağın cəmi, x-lə 90-ın cəmi. Onlara qonşu olan xarici bucaq. Yəni 144-ü verəcək. Burada x bərabər olacaq 54 dərəcə. Yəni doğru cavabımız burada 54 dərəcəyə bərabərdir. Və bununla da sualların izahı bitdi. Kanala abunə olmağı və videoları bəyənməyi, şərh yazmağı unutmayın.